Videonu bəyənin və kanala abunə olun ki, artımlar daha çox olsun. 2025-ci ilin sonuna doğru yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də qarşıdakı ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə rəsmi proqnoz da elan edilib. Bəs 2026-cı ildə əmək pensiyaları nə qədər artırıla bilər? Qafqazinfo xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və Sosial Siyasət və İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitələrinin birgə iclasında əmək pensiyalarının 2026-cı il üzrə indeksasiyasının təqribən 9,2% səviyyəsində proqnozlaşdırıldığını bildirir. Bu isə 2026-cı ildə əmək pensiyalarının bu qədər artırılacağının gözlənildiyi deməkdir. Xatırladaq ki, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əmək haqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixində ondan əvvəlki il üzrə muzla çalışanların orta aylıq əmək haqqının rəsmi statistikaya görə illik artımına uyğun olaraq həyata keçirilir. Yəni əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqı nə qədər artıbsa, pensiyalar da buna müvafiq olaraq artırılır. Ölkə başçısının bu barədə müvafiq sərəncamı ilə qeyd edilənlərin reallaşdırılmasına başlanılır. Bu baxımdan il başa çatmasa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, muzla çalışanların orta aylıq əmək haqlarındakı artım yanvar-sentyabr aylarında artıq 9,5%-ə çatıb. Göründüyü kimi, bu göstərici proqnozu az da olsa üstələyir. Lakin bu göstəricinin ilin sonuna qədər sabit qalacağı və ya daha da artacağı məlum deyil. Söhbət ondan gedir ki, yanvar-avqust ayları üzrə sözügedən göstərici bundan daha yüksək, 9,7% olmuşdu. Hər bir halda istər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin elan etdiyi proqnoz, istərsə də faktiki göstərici 2026-cı ildə əmək pensiyalarının 9%-dən az olmayaraq indeksləşdirilərək artırılacağını göstərir. Bu o deməkdir ki, indeksasiya proqnozu 9,2 reallaşarsa, 400 manat pensiya alan şəxsin pensiyası 36,8 manat, 409,2% artaraq 436,8 manata, 500 manat alanın pensiyası 46 manat, 509,2% artaraq 546 manata yüksələcək. Azərbaycan Mərkəzi Bankı oktyabr ayında 2025-ci il üzrə 6% səviyyəsində inflyasiya proqnozlaşdırıb. Bu da əmək pensiyalarının gözlənilən artım göstəricisinin inflyasiyanı üstələyəcəyindən xəbər verir. Qeyd edək ki, minimum pensiya məbləği 2025-ci ilin fevral ayının 1-dən 320 manatdır və 2026-cı ildə bu göstəricinin sabit qalacağı gözlənilmir.